Sənə nifrət edirəm. Həmişə də etmişəm. Ancaq mən səni həmişə sevmişəm. Bu dialoq nifrət və sevginin yanaşı addımladığı maraqlı bir filmdəndir. Tənhalığın və atadan oğula ötürülən nifrətin drama haqqında olan kino, qəddarlığın tarixçəsinə işıq salır. Psixoanalizdəki təkrarlanan davranışlar aktı, babadan ataya, atadan da oğula ötürülən zorakılıq, soyuqluqla müşayiət olunur. Bunun nəticəsində ortaya irqçilik kimi dağıdıcı nəsnə çıxır. Zorakılığın seli ilə aləmi bir-birinə qatan itki, bir məqamda nifrəti sevgiyə çevirir. Bu, o sevgilərdəndir ki, cəlladın sərt, soyuq qəlbini isidir, əlindəki baltanın gül dəstəsi ilə əvəzlənməsinə səbəb olur. Haqqında danışdığım kinonun adı Monsters Ball'dur.